Deməli, switchi kürdəmindən götürüb bir yerdə quraşdırmalıyıq. Bura gətiririk. Oradakı yerində də adamın ola bilər ki, kontrolü olmasın. Belə hallarda switch ayarlamaq üçün bizim digər bir yolumuz var. TFTP vasitəsilə switchin ayarlarını oluşturmaq. Necə edirik? Qoşuruq switchi hansısa bir bulana. Məqsəd nə eləməliyik? Switch konfigi götürmək üçün birinci switchin konfigi olmamalıdır, boş olmalıdır. Bunun üçün switchin mod buttonu var. Mod buttonunu basıb saxlayırıq. Switch gedir resetə. İçəridəki konfigi rename edir. Hal-hazırdakı konfigi rename edir, atır kənara. Restart olur və sıfırdan sıfır konfiglə işə düşür. Sıfır konfiglə işə düşəndə əgər onun portlarından hansısa qoşulması varsa, məsələn 24 portlu switchli birinci portunda qoşulması var. Birinci qoşulmanın həmin interfeys up olur. Switchin VLAN 1 interfeysi default olaraq var, aktivdir. VLAN 1 interfeys up olur. Başlayır DHCP-dən IP axtarmağa. Biz nə etməliyik? Switchi qoşduğumuz hansısa bir VLAN gərək ona IP versin. IP DHCP-dən. IP versin. Bu gateway versin, həmişə kimi də mask versin, okey. Plus option 150. Option 150-də biz yazırıq nəyi? Sizin kompüterun hər hansı bir kompüterun TFTP serverin IP'si. TFTP IP. Okay. Bu da nə olur? Məsəl üçün sizin kompüterdir. Məhz istənilən bir kompüterdə harada ki biz bilirik ki orada TFTP çalışır. Deyək ki, tamam 10 3 70. DHCP-dən bu məlumatı verir switch-ə. Switch oxuyur DHCP-dən, IP-ni götürdü. TFTP-ni götürdü. Növbəti addım neyini? Switch gedir, TFTP-yə müraciət edir, konfigini axtarır. TFTP config. Config download. Burada fikir vermək lazımdır ki, TFTP-də olan switchin götürəcəyi konfig sadəcə biz necə ayarlayırıq switchi? Giririk, show run nə bilim nə və yaxud da nə edirik? Giririk switch'ə, götürürük TXT faylımızda template'imizi götürürük, kopya edib, paste edirik bura. Eyni məntiqlə TXT faylda TXT расширениyanın extension'ın heç bir fərqi yoxdur. Bir faylda tekst olaraq ardıcıl yazılmalıdır şeylər. Təbii ki, Word zad olmalıdır, qəliz yox, bəsit bir şey olmalıdır. Word şey deyil, adi notepad olmalıdır. Çox bəsit formada ardıcıl, bizim yazdığımız şəkildə komandalar olmalıdır. Switch onları götürəcək. Amma switchin onu oxuması üçün TFTP-yə müraciət edəndə IP-si var, bilir hara müraciət edəcək. Üstəlik faylın adını bilməlidir. Düzdürmü? Faylın adı isə default olaraq switchlərdə manualında var ki, hansı adlardır. Səhv eləmirəmsə def config, network config adlar var konkret. Onun da listəsini özümüz manual hazırlayıb bura qeyd edəcəyik. O adlar, konkret adlarda faylı oxumağa cəhd edir. Əgər TFTP-də həmin fayl varsa, götürür onu, tekst olaraq nə yazıbsa, elə bir ki, əllə girmişik kimi konfigi oturur. Bizim indi həmin mənada text faylı yaradanda hədəfimiz ondan ibarətdir ki, orada yazacağımız konfiglər o konfigi yükləyəndən sonra switch bizim
ofisdən, ayrı bu kompüterdən tutaq ki, ona SSH eləməyimizə şərait yaratsın. SSH ya telnet, telnet deyə də bəsit. Yəni, switch-ə telnet eləməyə giriş, uzaqdan giriş eləmək üçün hansı konfiglər gərəkdirsə, həmin network config faylında bizdə yazılmalıdır ki, switch onları yükləsin. Yazsın onu radio konfiginə və biz həmin IP ilə qoşulaq. IP-ni hardan bilirik? DSP-dən. DSP də bizim idarəmizdədir. Aldı, nə bilim, qonşu switch-də Cisco-dsa CDP ilə baxırıq, görürkən IP-ni alıb, bilirik hara qoşulmaq lazım. Elə qoşuluruq, SSH ilə girdi içinə, ondan sonra əlaqə var, istədiyimiz konfigi edirik. Amma burada bir məsələdir. Əgər biz bu Cisco switch-dirsə, bu da Cisco switch-dirsə, biz iki qoşuluq da. Cisco. Bu dediyim ayətdə 2960 seriyaları. Okay. İndi siz ayrılacağınızda 2960. Bunu qoşanda burada spanning tree-də uyğunsuzluq yaranacaq. Bax, məsəl üçün, biz VLAN bu işlər üçün ayarladıq VLAN 7. Okay. VLAN ID 7. Burada switch-də 7 mod access verməliyik. Çünki switch default olaraq VLAN 1 qalxır. Niyə görə biz burada VLAN 1-i ayarlayaq ki, bizdə networkdə hazır VLAN 1-də heç nə yox, eləmirik. VLAN 7-ni ötürəcək. Ötürürük, 7 ola bilər, 11 ola bilər, istənilən bizim işləyən VLAN-ımız. Burada VLAN 1 olacaq. Switch-in default olaraq bütün portları VLAN 1-dədir. Burada 7 olacaq, avtomatik nə olacaq, şey olacaq. Spanning tree inconsistence, rapid PPCT deyə, o saat inconsistence düşəcək, bu bloka salınacaq. Bu bloka salmasın deyə, belə şeylərdən xəbəri olmasın deyə, burada PPCO filtri qoymaq lazımdır. Okay. PPCO filtr yandırırıq. Access. Moda salırıq. Lazımı VLAN-ı veririk. Okay. Artıq bu switch run ola bilir. Portu up olur. VLAN 1 interface up olur. DHCP request göndərir. Bu lazımı VLAN-a, 7-ci VLAN-a oturur. 7-ci VLAN-da DHCP-də optionu ayarlayırıq. Optiondan müraciət edirik TFTP-yə. TFTP-də də düzgün adda lazımı konfigləri qeyd edirik. Onları çəkir, yazır özünə. Elə bir ki, girib əlinə yazmışıq. Ondan sonra bunun IP'sini CDP ilə götürürük. Nə alıb DHCP-dən və öz kompüterimizdən birbaşa telnet edib qoşuruq. Ondan sonra lazım olan konfigləri buna yazır. Bitti. Oldu. Sual var? Yox. Sonunda.